Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərini elan edib. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 38,4, xərcləri isə 41,5 milyard manat proqnozlaşdırılır. Bu ilin büdcə proqnozları ilə müqayisədə fiskal gəlirlərimiz 0,2, xərclərimiz isə 0,3% artacaq. 2026-cı ildə dövlət büdcəsinin kəsiri 3,1 milyard manat olacaq. 2026-cı ildə dövlət büdcəsinin kəsiri 3,1 milyard manat olacaq. Gəlir və xərclərə nisbətən büdcə kəsiri isə daha çox artacaq. 2,4%. Bəs gələn il hansı artımlar olacaq? Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən 2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq ki, bu da 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. Onun sözlərinə görə bu xərclər büdcədə nəzərə alınacaq. Həmçinin qeyd edib ki, digər istiqamətlər üzrə mənzərə isə detal büdcə göstəriciləri ilə bağlı məlumatlar təqdim olunduqdan sonra aydın olacaq. İqtisadçı Natiq Cəfərli isə digər ola biləcək artımlardan danışıb. Azərbaycanda büdcə parametrlərinin hələ ilkin vəziyyəti elan olunub. Yəqin ki, belə parlamentdə müzakirə olunacaq. Bu Maliyyə Nazirliyinin təqdimatıdır. Sonra əlavələr və dəyişikliklər olacaq çox güman. Amma belə ilkin keçmiş illərin də təcrübəsini nəzərə alsaq, minimum əmək haqqı, minimum təqaüdlərin baza hissəsi, bunların indeksləşməsi gözlənilir. Ən azından yanvarın 1-dən belə bir artımlar mümkündür və bu artımlar ən azından insanların sosial vəziyyətinə müəyyən qədər müsbət təsir göstərə biləcək addımlar olmalıdır.